Uşaq tez hirslənirsə bu tərbiyəsizlikdir. Mif yoxsa doğru? Əlbəttə ki, mifdir. Hirs bir emosiyadır, sadəcə onu doğru tənzimləmə öyrətmək lazımdır uşağa. Tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Uşaq ağladığı zaman dərhal sakitləşdirmək lazımdır. Mif yoxsa doğru? Əlbəttə ki, bu da bir mifdir, çünki uşaq hisslərini sona qədər yaşamalıdır. Yanında oluruq, amma onu susturmuruq. Uşağın inad etməsi valideynə qarşı çıxmaqdır. Mif yoxsa doğru? Əlbəttə, bu da bir mifdir, çünki uşağın inad etməsi onun inkişaf mərhələsinin göstəricisidir. Uşaq tez hirslənirsə bu tərbiyəsizlikdir. Mif yoxsa doğru? Əlbəttə ki, mifdir. Hirs bir emosiyadır, sadəcə onu doğru tənzimləmə öyrətmək lazımdır uşağa. Tərbiyə ilə heç bir əlaqəsi yoxdur. Uşaq ağladığı zaman dərhal sakitləşdirmək lazımdır. Mif yoxsa doğru? Əlbəttə ki, bu da bir mifdir, çünki uşaq hisslərini sona qədər yaşamalıdır. Yanında oluruq, amma onu susturmuruq. Uşağın inad etməsi valideynə qarşı çıxmaqdır. Mif yoxsa doğru? Əlbəttə, bu da bir mifdir, çünki uşağın inad etməsi onun inkişaf mərhələsinin göstəricisidir.